Hörmətli müəllimlər, əziz şagirdlər, bugün Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatına Dövlət Dəstəyi Agentliyi və Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin təşkilatçılığı ilə ətraf mühiti qoru maarifləndirmə aksiyasına toplaşmışıq. Bugünkü tədbirimizdə Yaşıl Dünyanın sədri, layihə rəhbəri Elman Cəfərli iştirak edir. Ekoloq Şahin İsayi, vətəndaş cəmiyyəti fəalı Xəzər Teyyublu, bir də Yaşıl Dünya Ekoloji Maarifləndirmə sədri, layihə rəhbəri Elman Cəfərli Xəzər Teyyublu vətəndaş cəmiyyəti fəalları iştirak edəcəklər. Və bugün ətraf mühiti qoru bağlı, yəni sizə maarifləndirici bir tədbir keçəcəklər. İlk öncə sözü Yaşıl Dünya layihəsinin rəhbəri Elman Cəfərliyə verirəm. Çox sağ olun, seyircilərimə, hörmətli təhkim iştirakçıları, məktəbli dostlar, hörmətli pedaqoqlar, hər birinizi Yaşıl Dünya Ekoloji Maarifləndirmə İctimai Birliyinin adından salamlayıram. Biz seyircilərimə qeyd etdiyi kimi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə ətraf mühiti qoru maarifləndirmə aksiyaları adlı layihə həyata keçiririk. Bugün layihə çərçivəsində Yaşıl Meşələri Qoruyaq adlı, biz yaşıl sərvətimiz meşələri qoruyaq adlı tədbirə toplaşmışıq. Qlobal istiləşmə, qlobal iklim dəyişikliyinin nəticələrlə yumşaq olması, adaptasiyaya ki, bu terminləri siz eşidirsiniz. Bu təsadüfi deyil. Siz yəqin ki, tarix dərsliyindən, coğrafiya dərsliyindən sənaye inqilablarını eşitmişsiniz. Bəşəriyyət 4 sənaye inqilabı keçib. 4-cü sənaye inqilabı süni zəka, yapay zəka dövrünü yaşayır. Çox təəssüf ki, 4 sənaye inqilabları bəşəriyyətin, insan övladının həyatını asanlaşdırır. Həyatımız rahatlaşır, məsələn, uzaq məsafələr salır, rabitə sahəsində xeyli irəliləyişlərə biz nail olmuşuq. 5 rabitəsi deyilən bir şey var, internet var. Əvvəllər yəqin ki, digər dərslərdən öyrənmişsiniz. Poçt rabitəsi göyərçinlər vasitəsilə aparılır və hökmdarın fərmanlarında taxıl çaparlar bir məntəqədən digər məntəqəyə daşıyırdı. İndi bu saniyədə bunu internet bu funksiyanı yerinə yetirir. Bəşəriyyət inkişaf edib, ancaq bu təbii sərvətlərin istismarı hesabına baş verir. Dünya əhalisi artıb, artıq 8 milyardı keçib dünya əhalisi. Əhalinin artımı, sənaye inqilabları, industriallaşma, yəni sənayeleşmə paralel olaraq canlı təbiətə zərbə vurub, meşələrin azalmasına gətirib çıxardır. Çünki mövzumuz meşələrdir. Meşələr son 50 ildə xeyli azalır. İstər dünya çapında, istər Azərbaycan miqyasında. Bunun obyektiv və subyektiv səbəbləri var. Öncə qeyd edim ki, meşə bir sual verə bilərsən. Meşənin əhəmiyyəti nədir? Yaxşı olmazmı gözəl göydələnlər tikilsin, futbol meydançaları sağ? Onların öz yeri var. Təbii ki, onlar gözəllikdir, onlar idmandır, insanlar rahat yerdə yaşamağı sevirlər. Son vaxtlar şəhərləşmə də artıq. Məsələn, elə qlobal iklim dəyişikliyini tətikləyən səbəblərdən biri də şəhərləşmədir, urbanizasiyadır, yəni əhalinin şəhərlərə axışmasıdır. Amma bir iş var ki, meşə bəşəriyyətin, daha doğrusu planetimizin ağciyəri hesab olunur. Çünki meşələr tozları saxlayırlar, meşələr oksigenlə təmin edirlər planetimizi, karbon qazını udurlar, daha çox oksigen buraxırlar. Düzdür, karbon qazı buraxan ağaclar da var, ancaq adətən insan övladı daha çox faydalı bitkilərin əkini ilə məşğul olur və çox zamanda təbii formada meşələr əmələ gəlir. Bəs meşələrin azalmasının əsas səbəbi nədir? Meşə yanğınları, insan amili, meşə yanğınları təbii hadisələr üzündən baş verir. Zəlzələlər, deyək ki, ildırım çatması nəticəsində meşə yanğınları baş verir. Məsələn, bu il yanvar ayında Amerikada 100 bin hektarda da meşə sahəsi məhv oldu. O, avtomobildən çıxan bir qırılcıma nəticəsində yaranmışdır. 2007-ci ildə, 2010-cu ildə Yunanistanda, Avstraliyada, yəqin ki, yuxarı sinif şagirdlərinin yadına düşər, hektarlarla meşə sahələri yandı. Bu təkcə çoxillik ağaçların, yəni bizim oksigen mənbəyimizin sıradan çıxması deyildi.
meşə həm də bir ekosistemdir. Orada heyvanlar yaşayır, həşəratlar yaşayır. Onların da sıradan çıxmasına gətirib çıxardı. Yəqin xatırlayırsınız, Avstraliya yanğınlarında meşə heyvanları yol kənara çıxıb insanlardan sanki yardım diləyirdilər. Su istəyirdilər ki, onlar yanıblar, istilikdən, yanğından özlərini qurtarmışdılar. Bunun bəzən çox təəssüf ki, səbəbi həm də insanlardır. İnsan məsuliyyətsizliyi üzündən. Hər bir meşədə bilirsiniz də, insanlar deyək ki, heç kim deməz gəldilir, filan gölgələrin həyatında istirahət edir. Hamı meşəyə, bulaq başına, çay qırağına istirahət eləməkdir. Çünki niyə? Meşə sakitdir. Orada ağaçların bir disliyi var. Orada təmiz hava var. İnsanlar daha çox sakitliyə istirahət üçün getməyə çalışırlar. Və orada da piknik əraziləri var. Azərbaycan elə bax bu hazırda dayandığımız bu bölgə, tədbir keçdiyimiz Xaçmaz bölgəsi, bu bölgəsi piknik zonaları bol olan bölgədir. Çox təəssüf ki, bəzi məsuliyyətsiz insanlar piknik yerlərində od qalıyırlar, xüsusi o yandırıcı maddələrdən istifadə edirlər, ocaqları söndürmədən gedirlər. Halbuki bu başlıca şərtdir. Gedəndə mütləq ocağı söndürmək lazımdır ki, külək və başqa bir təbii hadisə onun digər yanğına, böyük yanğına səbəb olmasın. Bəzən avtomobillərin tüstü çıxacaq yerindən çıxan qığılcım yanğınlara səbəb olur və bu da lazımi texniki baxışdan keçməməyin nəticəsidir. Yəni, yenə nəticədə insan amili göz önünə gəlir. Və bir də var müharibələrin törətdiyi, belə deyək də, yaşıl soyqırımları. Son 30 ildə Azərbaycana qarşı bilirsiniz ki, 88-ci ildə Dağlıq Qarabağ münaqişəsi başladı və nə simvolikdir ki, elə o da meşədən başlamışdır. Şuşada Toxana meşəsində ağaçların kəsməsi ilə həmin hadisələr Azərbaycanda etiraz dalğası başlamışdır. Çox təəssüf ki, bu bizim 30 ilimizi aldı, torpaqlarımız işğal altına düşdü, təbii sərvətlərimiz talan edildi, yeraltı yerüstü sərvətlərimiz, filiz mədənləri talan edildi, çaylarımıza dağ mədən sənayesinin ağır tullantıları bu gün də tökülməkdə davam edir Ermənistan tərəfindən və hektarlarla meşə sahələrimiz məhv edildi. Bu Xəzər bəy bu barədə məlumat verəcək. Zəngilanda qiymətli dünyada deyərdim ki, çox nadir bitki olan Şərq çinarı meşəsi 120 hektar edir. Onun bir hektarı nədir? Bir 10 sot belə qalır. Ermənilər onu talan edirlər. Qızıl palıq deyilən Laçında hektarlarla ərazimiz vardır. Səhv eləmirəmsə 100 hektar edir. O da nadir bitki idi. Çox təəssüf ki, erməni vandalları necə ki, insanlarımıza terror etdilər, zülm etdilər, necə də təbiətimizə bu vandal yanaşması üzrə həmin ağaclar kəsilərək çəllək sənayesində işlənmək üçün Avropaya, Fransaya daşındı. Son vaxtlara qədər yalnızdan Azərbaycanın böyük ikinci Vətən müharibəsindəki Azərbaycan 44 günlük savaşda qalib gəldi. Ondan sonra da köçüb gedən ermənilər Xocalıda, Ağdamda, Kəlbəcərdə, Zəngilanda meşələri yandırıb gedirlər. Yəni bu təkcə insanlıq düşməni deyirlər, bunlar təbiət həm də təbiət düşmənləridir. Çox yaxşı oldu ki, hər bir pis işin sonunda mütləq yaxşı bir əlamət üzə çıxır. Azərbaycan qalib gəldi. 2003-cü il sentyabrında isə biz 19 saatlıq antiterror əməliyyatından sonra bütün Qarabağ ərazisində Azərbaycan suverenliyini bərpa etdi. Artıq orada iri su mənbələri var. Bilirsiniz, bax, o torpaqlar bizim şəhidlərin qanları ilə suvardır. Biz orada 3000-dən çox şəhid verdik. Amma bu boşuna olmadı. Bilirsiniz, belə bir məşhur misal var. Qəhrəmanlar can verir, yurdu yaşatmaq üçün, həm də təbiəti yaşatmaq üçün. Azərbaycanın bilirsiniz, su mənbələrinin qarşısını kəsmişdilər. Digər meşələr də məhv olurdu. Mənim yaşadığım bölgədə Sultanbul meşəsi var idi. Bir zamanlar Azərbaycan ədəbiyyatında şairlərin, yazıçıların vəsf elədiyi böyük bir meşəli idi. İndi oradan əsər əlamət qalır. Ancaq heç bir işğal zonasında olmuyor Sultanbul meşəsi. Sadəcə su mənbələrinin qarşısı kəsildiyindən ekosistem bozuldu və bu meşə tədricən sıradan çıxmağa başladı. Amma 2023-cü ildən sonra Xaçınçay su anbarı Azərbaycan nəzarətinə keçib, artıq Tərtərçayda, Xaçınçayda lazımi miqdarda su qurulur və yəqin ki, yaxın qarşıdakı qərimədə 33 ildə həmin o meşə yenidən bərpa olacaq. Yəni, qələbəmiz təkcə bizə
milli qürur yaşatmayıb, həm də təbiətimizi erməni vandallarının əsarətindən xilas edib. Bizim üzərimizə nə düşürlər? Biz sual verə bilərsiniz ki, biz məktəbli yaşındayıq, biz qlobal iqlim dəyişikliyinin nəticələrində biz necə yumuşaldıq? Bunlar iri korporasiyaların, iri dövlətlərin həyata keçirəcəyi, milyonlarla dolların xərclənəcəyi bir layihələrdir. Məsələn, günəş panellərini biz qura bilmərik ki, və yaşıl enerji işitmişsizlər, olan enerji. Bu, günəşdən, küləkdən alınan enerjidir. Və bu, böyük miqdarda maliyyə vəsaiti tələb edir. O turbinlərin quraşdırılması, o müəssisələrin yaradılması. Bizim üzərimizə düşən, biz vətəndaş cəmiyyəti fəallarını, pedaqoqların, məktəblərin üzərində düşən vəzifə, ətraf mühitin sağlamlaşdırılmasına töhfələr verməkdir. Biz öz üzərimizə nə düşürsə, buradan başlamalıyıq. Təmizlik, təbiətə qayğı evin çanlarından başlayır. Mən bir anlığa bu kollektiva baxdıqca özümüz uzaq keçmişə oxuduğumuz məktəb günlərinə baxırdıq ki, bizə də zamanında mütəxəssislər, bir çox ekoloqlar, o dövrün ekoloqları müəyyən tövsiyələri verirdilər və mən də burada çıxışımın sonunda o yaddaşımıza qalan tövsiyələrdən birini qeyd edəcək. Hörmətli gənclər, müəllim pedaqoq kollektivi, bilirsiniz ki, biz hal-hazırda böyük dövlət quruculuğu işinə xalq olaraq, dövlət olaraq məşğuluq. Sizlər böyük bir tarixi dönəmdə yaşayırsınız, gələcəyin tələbələrisiniz, gələcəyin kadrlarısınız və bizim 30-35 il bir ağırlı yaramız olan Azərbaycanımızın 20% torpağı işğal olunmuşdu. Bu böyük bir fəlakətdən uzun müddətdən sonra, 30-35 ildən sonra, yəni mən bu aralığı 35 il, 88-i götürürəm, erməni qəsbkarlarından torpaqlarımızı azad eləmişik. Var olsun Azərbaycan əskərlərimiz, var olsun Azərbaycan ordumuz və Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu iş məharətlə, peşəkarcasına və milli hisslərimizə uyğunlara dövlətimiz haqq işimizdə qalib oldu və bu gündə bu qalibiyyətdən sonra dövlətimizin və ümumiyyətlə Azərbaycanımızın böyük suveren hüquqlarının bərpa və quruculuq işləri məşğulu və bilirsiniz ki, gələcəkdə bax bu kadr olaraq, məktəbli olaraq bu işdə iştirakçı olacaqsınız və bu işdən söz qürur duyacaqsınız. Ermənilər bizə böyük ziyan vurdular. Bilirsiniz ki, müharibələr həm böyük can fəlakəti ucbatına olub, böyük soyqırımlar törətdilər bu 30 ildə. Amma bu soyqırımla bərabər böyük can vətəndaşlarımızın, əhalimizin məhv olunmasıyla bərabər, həlak olunmasıyla bərabər, həm də bunlar Azərbaycanımızın florasını məhv elədilər, Qarabağda faunasını məhv elədilər. Bilirsiniz ki, böyük ağır texnikalarla biz o vaxtı mətbuatla izləyirdik, xarici mətbuatla, digər ölkələr mətbuatla və məlumatlar sızılır ki, görürüz ki, nə qədər ermənilər işğal dövründə inanın Qarabağda hər bir kəndə baxanda elə bilirsiniz ki, bir şeytan, bir torpağı sübürüb aparırlar. Daş, divar, üzr istəyirəm, mərhum orada valideynlərimiz, atalar, babaların qəbirlərini belə dağıdıb aparırlar və belə bir ziyan vericiliklə həm də Azərbaycanın ekologiyası, Azərbaycan təbiəti bütövlükdə darmadağın dağılıb. Siz təsəvvür edin ki, Şərqə Zəngəzur və tutaq ki, məsələn, Laçında, Elman müəllim burada qeyd elədi, bir ağac növü var, o cəmaat olaraq qızıl palıd ağacı deyirlər, qırmızı deyir, amma qızıl palıd ağacı deyirlər. Bu, dünyada nadir tapılan bir ağac məhsuludur ki, ermənilər bu 30 ildə xarici investor şirkətlərindən ancaq xaricə daşıyıblar bu ağac növlərini və aparıb emal müəssisələrində. Siz təsəvvür edin ki, Göyçə gölünün ətrafında yerləşən bütün istirahət parkları, bütün istirahət mərkəzləri, ermənilərin oliqarxları, bütün taxta evlər Ermənistan məhz Azərbaycanda götürülmüş, Azərbaycandan kəsilmiş, bax bu bizim təbii sərvətlərimizin, meşə ağac növlərimizin hesabladır ki, onu həm Ermənistanda, həm də digər Avropa ölkələrində, Fransa tutmuş digər ölkələrdə bunu istehsala məşğul milyardlar qazanıb Azərbaycan faunasını, Azərbaycan təbiətinə ziyan vururlar. Təsəvvür edin ki, Qarabağ həm də üzr istəyirəm, kənd təsərrüfatı üçün ən mümbit olan bir
ərazidir, bölgəmizdir. Təsəvvür edin, bu ərazidə təbiət məhv olursa, heyvandarlıq üçün otlaqlar məhv olursa, düzənlər məhv olursa, orada yaxın müddət üçün, hələ ki bu işlər illa başlayıb, yaxın müddət üçün bax, bu bütün bu quruculuq işləri Azərbaycanın kənd təsərrüfatının o bölgədə inkişafı üçün böyük əməklər sərf olunmalıdır, böyük məbləğlər sərf olunmalıdır. Bir minanın təmizlənməsi üçün 1000 manata yaxın xərc gedir. O 3 metrlik bastırılmış minalar üçün 1000 manatdan çox gedir. Fikir verin, təsəvvür edin, görün ermənilər nə qədər Azərbaycan dövlət büdcəsinə, Azərbaycan dövlətinə nə qədər ağır ziyanlar vurublar. Və hesab edirik ki, və bu artıq bir həm də hesablamalardır ki, bu günə qədər Ermənistan Azərbaycana 340 milyarddan çox 400 milyarda yaxın böyük bir maddi həm də ziyan vurublar. Üstəgəl bizim oradan vətəndaşlarımızın qovulması, hələ biz Zəngəzuru demirik. Biz Ermənistandan qovulmuş 1 milyona yaxın soydaşlarımızın qoyub gəldiyi mülkləri demirik. Orada nə qədər ziyanlar vurublar. Onlar Araz çayının başlarına oyun gətirdilər. Nə qədər çaylarımızı çirkləndirdilər. Nə qədər zəhərli maddələri buraxdılar. Təsəvvür edin ki, Gədəbəy dağlarından o tərəf Ermənistan tərəfdən hələ indin özünə qədər o çaylarımıza çirkablı o maddələri qatıb çirkaba döndərib çayları və Azərbaycana yönəldirlər. Mən ilk dəfə şəhərin belə mərkəzinə, düzdür, yol keçmişik burada. Amma belə yaxından gözəl, mənə çox xoşuma gəldi və bu da Xaçmazlıların, sizlərin böyük bir əməyidir və bu işi daha da bundan sonra gücləndirmək, daha gözəl şəraitdə. Sizin Nabran var burada gözəl. Bütün ölkəmizin keçmiş ümidvaq əhəmiyyətli böyük burada pansionatlar, sanatoriyalar, Bakıdan hamının gözü burada gəlirlər və bunun daha artıq olmasını, daha güclü şəraitdə yaşatmasını və ekoloji o boşluqları Xaçmaz cəmiyyətinin məktəblərimizin üzərinə də iş düşür və sizə bu işdə uğurlar diləyirik, məktəblərimizə uğurlar diləyirik. Allah bu yəqin ki, sıralarımızda 11-ci sinifə yəqin qutaranlar olmasa da sizin kollektivlər Azərbaycan təhsilində 11-ci sinif şagirdlərini böyük ali ocaqlarda görmək arzusuyorlar. Sağ olun, bizə də nə aid ola bəs olaraq cavab verməyə hazır. Təşəkkür edirəm, təsəvvür edək. Deməli, biz 40 il bundan əvvəl, 35 il bundan əvvəl tələbə olanda bizi meşədə, bayaq dedim, o mənim yadımda hardan qalıb, ekskursiyalara aparırdılar ki, biz canlı təbiəti öz gözümüzlə görürük, ekosistemi gözümüzlə görürük. Çünki insanda heyvanlara qarşı, o fidanlara qarşı sevgi hissi erkən yaşda başlasa yaxşıdır. Bizim layihənin də əsas amallarından biri odur ki, biz niyə məktəblərdə maarifləndirmə keçiririk? Burada bu körpə balalarımız yaddaşlarında bir şeylər saxlasınlar ki, bu böyük adamlar gəlib təbiəti sevməkdən danışırdılar. İnsan heç vaxt gəlib təbliğat apara bilməz ki, müharibəni sevir, nə bilim, xəstəliyi sevir, heç kim bunu deyəmir. Ancaq gözəllik yaradan, bəşəriyyətə xidmət edən nəslələri biz deyirik sevir. Fatimə xanım, Fatimə müəllimə, siz hansı metodlardan istifadə edirsiniz? Təbii ki, bir biologiya müəllimi, həmçinin bir ekoloq kimi mənim də yaralı yerim bu təbiəti qorumaq. Metodlara gəldikdə isə əsasən ekskursiyalar təşkil edirik, təbiət qoyununda dərslər keçirik, bitkilər əkirik və bitkilərə qulluğu öyrədirik. Həmçinin gündəlik sinif otağının təmiz saxlanması da eynən və məsələn, zibil atarkən, kiminsə ətraf mühitə zibil atarkən onu yaşı kiçik olsa da gedib maarifləndirməsi də biz bunu təbliğ edirik. Amma çox vaxt və yaxud da daha doğrusu evdə də əslində biz bir ekoloq kimi fəaliyyət göstərə bilərik. Təkcə ekologiya o demək deyil ki, bir elmdir. Əslində ekologiya bizim həyat tərzimiz olmalıdır. Çünki evdə də suya qənaət, işığa qənaət olunması, çünki işıq da bilirsiniz, fosil yanacaqların yandırılması nəticəsində alınır və bunun qənaəti tələbatın azaltması, fosil yanacağın da azaltması və bu zaman ətraf mühitə ziyanın da azaldılmasıdır. Və yaxud da plastik torbalar əvəzinə kağız torbalardan istifadə ətraf mühitin qorunmasıdır. Bunun üçün bir ekoloq olmaq və yaxud da böyük aksiyalar keçirməyə ehtiyac yoxdur. Biz gündəlik həyatımızda belə bunu edə bilərik. Amma bunu dedikdə uşaqlar çox vaxt belə bir cavab verir bizə ki, tək mənim eləməyim yəni nəyi dəyişdirəcək ki? Əslində belə deyil, çünki biz bilirik ki, maddələr molekullar isə atomlardan təşkil olunur və bu atomlar hər birimiz bir atom saysaq, bu atomların birləşməsi nəticəsində bir maddə ortaya çıxa bilər. Yəni biz daha böyük bir işlərə səbəb ola bilərik və sərvətlərimizi qoruya bilərik.
bilərik. Sərvətlərin qorunması haqqında təbii ki, qonaqlarımız çox gözəl danışdı. Sərvətlərimiz bizim üçün nəyə görə lazımdır, bunu danışdı və bunu qorumaq Ulu Öndər Heydər Əliyevin dediyi kimi bizim hər birimizin borcudur. Və biz də bioloji bir varlıq kimi insan da təbiətin bir parçasıdır. Təbiətə nə versək, biz də onu götürəcəyik. Çünki təkcə təbiəti zibilləmək deyil, bu əslində bizim öz orqanizmimizin də zəhərlənməsi deməkdir. Ona görə yəni təbiətimizi qoruyaq, ətraf mühitimizə və heyvanlara sevgi ilə yanaşaq ki, biz özümüz də sağlam yaşaya bilək. Doğru deyirsiniz. Azərbaycan bərpa olunan yeni fosil qalıqları ilə işləyən dediniz. Bəlkə də uşaqlar üçün bu aydın olmaz. Yəni ənənəvi yanacaqdan söhbət gedir. Benzin, daş kömür, təbii qaz. Məsələn, su elektrik stansiyası deyək ki, bərpa olunan yaşıl enerji sayılır. Amma o baxır nə ilə işlədirsən onu. Əgər təbii qazdan o turbinlər hərəkətə gəlirsə, bunu yarı-yarı sayılır. Amma günəş enerjisi birbaşa bərpa olunan enerjidir. Yəni bunun atmosferə heç bir tullantısı yoxdur, günəşdən alınır. Son vaxtlar bilirsiniz, Azərbaycan hökuməti bərpa olunan enerji sektorunun yaranması istiqamətində xeyli iri layihələr həyata keçirib. Dünyanın iri şirkətləri ilə əməkdaşlıq edib. Mastar şirkəti var, məsələn, Birləşmiş Ərəb Əmirliklərinin. Mastar şirkəti onun köməyi ilə Qaradağda, Bakının Qobustan qəsəbəsi ərazisində Cənubi Qafqazın ən böyük günəş enerjisi stansiyası açılıb. Bərpa olunmaqda olan Şərqi Zəngəzur, Qarabağ və Naxçıvan Muxtar Respublik Federasiyası yaşıl enerji zonası elan edilib. Yəqin ki, Cənab Prezident İlham Əliyevin çıxışlarında siz bunun şahidi olmuşsunuz, eşitmişsiniz. Azərbaycan onsuz da bərpa olunan enerji sektorunun yarılması istiqamətində addımlarını atır. Söhbət bizim vətəndaşların üzərinə nə düşür? Vətəndaşların üzərinə də Fatimə müəllimə çox gözəl vurğuladı. Yəni, siz bilirsiniz ki, plastik tullantılar, selofan torbalar 500 il torpağın altında çürümür. Və bu bilirsiniz nə deməkdir? Yəni, o deməkdir ki, yerin altında yaşayan həşəratlara o zərərdir. Nə o yeyilməlidir, sadəcə onların hərəkətinə mane olur, çürümür və demək olar ki, heç bir faydası yoxdur təbiətdə. Və bunu biz, düz deyil, indi onu da insan oğlu kəşf edib, işimiz asanlaşıb, kağız torbalardan istifadə edildi, kağız da ağaclardan yaranır, ağac emalından yaranır. Bəlkə də o bir tapıntıdır. Amma onu küçəyə atmaq olmaz, onu yığıb, İndi çeşidləmə məntəqələri var. Ora verirlər məişət tullantıların çeşidləmə məntəqəsi və orada aidiyyəti qurumlara təhvil verilir. Çıxışın sonunda bir daha layihəni dəstəklədiyinə görə Azərbaycan Respublikasının Dövlət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə təşəkkürümü bildirirəm. Tədbirin keçirilməsinə yardım etdiyinə görə Xaçmaz rayon İcra Hakimiyyətinə, Quba Xaçmaz Regional Təhsil İdarəsinə və 2 saylı məktəbin rəhbərliyinə şəxsən Sevinç xanıma öz təşəkkürümü bildirirəm. Çox sağ olun ki, bizi qonaqpərvərliklə qarşıladınız, isti qarşıladınız və biz tədbirimizi keçirdik. Ümid edirəm ki, bu tədbirdən gedəndən sonra heç olmasa bir-iki informasiya bu fidan balalarımızın yadında qalacaq. Bizim işimiz odur. Dövlətimiz bu işi, bu təşviqat işini ona görə görür. Yəni, layihələri özü icra edir, bərpa olunan enerji sektoru yaradır. Bizim də işimiz təşviqat aparmaqdır. Bu işdə medianın, vətəndaş cəmiyyəti fəallarının, pedaqoqların üzərinə böyük vəzifə düşür. Sonda onu deyim ki, ətraf mühiti təmiz saxlayaq, təbiəti sevək ki, özümüz də sağlam olaq. Təşəkkür edirəm. Sağ olun ki, dinlədiniz. Sağ olun. Sağ olun. Mən də ilk öncə məktəb kollektivi adından sizə öz təşəkkürümü bildirirəm. Bayaq sual verdiniz ki, nə işlər görülür? Onu deyə bilərdim ki, məktəbimizdə dərnəklər fəaliyyət göstərir, təbiətə qayğı, təbiəti sevənlər və məktəbin biologiya müəllimləri həmin o dərnəklərdə fəal şagirdləri həmin dərnəklərə cəlb ediblər və il ərzində, yəni bu sizin sadaladığınız tədbirlər məktəbimizdə mütəmadi olaraq keçirilir. Ətraf mühitin təmizlənməsi, tullantılardan təmizlənməsi və yaxud ağac əkmə aksiyaları keçirilir. Bayaq bəlkə də nəzər salsaydınız, məktəbin bağında yeni, məsəl üçün payız aylarında fidanlar və yaxud yaz aylarında ağaclar əkilir və onlar daimi sulanır şagirdlər tərəfindən və məktəb olaraq yəni biz də təbiətin qorunması ilə bağlı az da olsa
öz əlimizdən gələni edirik və bu gün belə gözəl maarifləndirici tədbirə görə öz adımdan, məktəb kollektivi adından, şagirdlərimiz adından sizə özlərinin təşəkkürümü bildirirəm. Çox sağ olun. Sağ olun. Sağ olun. Təşəkkür ederim. Sağ olun.